Hamıya salam. Hamı salamlayırıq dostlar. Ümid edirəm ki, gününüz, əhvalınız yaxşıdır. Bugün İncinin qonağı mən, Əkbər Əliyevəm və biz bugün son dövr Osmanlı mövzusunda bir podkast təşkil elədik. Ümid edirəm ki, hamınız bəyənərsiniz və hamınıza faydası olar. Buyurun. Demək, adını da maraqlı qoyacağam bunu. İndi baxıb özün görərsən də. Demək, Əkbər deyəndə onsuz bizim qrup yoldaşlarımız bilir də, ağlımıza birinci Osmanlı mövzusu gəlir. Ona görə hər birinizdən bol-bol like və abunəlik gözləyirik. Bəli. Demək, birinci Əbdülməciddən başlamaq istəyirəm. Tənzimat islahatlarının Osmanlı cəmiyyətinə təsiri səncə nə qədər uğurlu oldu? Ümumiyyətlə ilk olaraq Tənzimat barədə danışsaq, Tənzimat 2-ci Mahmudun fikri idi. Tənzimat əsasən Əbdülməcidin dövründə 1839-dan 1876-cı ilə qədər davam elədi və bunun ən böyük hissəsi Sultan Əbdülməcidin dövrünə düşdü. Sultan Əbdülməcid əslində sadəcə xaricdən borc almaqla bunu elədi, amma o həmin o xaricdən aldığı borcu düzgün istifadə edə bilmədi. Yəni ancaq saraylar tikdirirdi. Yəni belə deyək, o türklər demişkən şah-şahalı işlərlə məşğul idi və bu da belə deyək Osmanlı dövlətində müəyyən qalxışmalara yol verə bilmədi. Amma məsələn Sultan Əbdüləzizin dövründə Osmanlı dövlətində müəyyən yeniliklər oldu. Məsələn ordu və donanma yeniləndi. Məsələn Osmanlı dövləti həmin dövrdə zəif bir orduya malik isə artıq dünyanın ən güclü 3-cü ya 4-cü ordusuna çevrildi. Amma yəni Osmanlı dövlətinin əsas problemi əhalinin az olması idi ki, ordunun çoxdur. Məsələn ən maksimal 400-500 min ordu yığa bilirdilər. Yəni Sultan Əbdülməcidin dövründə Osmanlı dövlətində həmin o reformlar çox da böyük bir şey eləyə bilmədi. Amma yəni Sultan Əbdülməcidin həmin dövrdə İngiltərədən və Fransanın yaxınlığı onu Rusiya ilə müharibə, 56-cı il müharibəsində xilas etdi və artıq 56-cı il müqaviləsində böyük imtiyazlar qazandı. Yəni bu cür. Təşəkkür edirəm birinci sual-cavaba görə. İkinci sual vermək istəyirəm ki, Əbdülməcidin Avropaya açıq siyasəti Osmanlı üçün daha çox fayda gətirdi, yoxsa zəiflik yaratdı? Ümumiyyətlə Avropaya yaxınlıq 2-ci Mahmudun, 2-ci Mahmud demək 3-cü Səlimin dövründən başlayır. Çünki onun dövründə diplomatik orqanlar yaradıldı, xarici səfirliklər yaranmışdı. Sultan Əbdülməcid xaricdən borc aldığı üçün daha da yaxınlaşdı. Yəni Avropa dövlətləri onun yanında görmək istəyirlər. Rusiyaya qarşı olaraq istifadə edirlər. Mən düşünürəm ki, həm faydaları oldu, həm ziyanları oldu. Faydaları oldu ki, ən əsas yəni Rusiya ilə müharibə idi və belə deyək, həmin dövrdə müəyyən modernlik çabalarını baş göstərdi. Ziyanlar da o idi ki, Osmanlı dövləti həddindən artıq borclandı və artıq biz onu Əbdülhəmidin dövründə, yəqin ki, Əbdülhəmidin bağlı suallarım da var. O dövrdə görəcəyik ki, artıq Osmanlı iqtisadiyyatı, Osmanlı maliyyəsi xaricdən asılı vəziyyətə düşmüşdü. Amma belə deyək, mən düşünürəm ki, Əbdülməcidin dövründə xeyrindən çox ziyan olmuşdu. Çünki bugün Osmanlıda necə deyim, bu yenilikçi insanlar Əbdülməciddə özlərinə bir prototip insan kimi görürlər, ona görə bu sual vermək istəmişdim. Əbdülməcid yox, mən düşünürəm ki, Sultan 2-ci Mahmudu prototip görməlidirlər, çünki belə deyək, çox böyük yeniliklər eləmişdi. Təsəvvür edin, həmin dövrdə, yəni 13-cü, 12-ci əsrdəki insanlar kimi yenilər, bu adam yeni bir Avropa geyimi gətirdi. Məsələn, həmin dövrdə başlarında çalma gəzdirirdilər, artıq onu çıxartdı və fes gətirdi və müəyyən ordu sahəsində, məsələn 1826-cı ildə Yeniçəri ocağını qaldırdı. Onu da Osmanlıda Vakay Xeyriyyədir, məsələn. Vakay Xeyriyyə ordusu yaradıldı, yeni ordu yaradıldı, amma belə bir şey də var ki, dövlətdə hər şeyi çevirsən, onu təzədən yerinə qoymağa güc çatmayacaq və onun da müəyyən ziyanları olmuşdu. Məsələn, Osmanlı dövləti o qədər zəifləmişdi ki, artıq Misir demək Xidevi var idi. Xidev adından çıxdı. Məhəmməd Paşa idi deyəsən. Kavalalı Mehmet Əli Paşa. Kavalalı Mehmet Əli Paşa. Yoxdur. Sən bilirsən. Yəni Ankaraya qədər, onun oğlu Ankaraya qədər gedib çıxmışdı. Yəni belə bir şeylər olmuşdu. Sonra bilirik ki, yəni bu Gülxanə xətti şərifi çox məşhur bir şeydir. Gülxanə xətti şərifi 1839-dan 56-cı ilə qədər real olaraq Osmanlıda idarəçiliyi dəyişdirdi, yoxsa sadəcə elə kağız üstündə atdılar qaldı? Yəni Sultan Əbdülməcidin dövründə mən yenə də deyirəm, çox da idarəçilikdə dəyişikliklər olmadı. Sadəcə çox az modernləşmə göstərildi bu dövrdə. Yəni pullar ancaq saray tikməyə gedirdi. Yəni ordu sahəsində, ordu donanmaya çox da böyük yatırım olunmadı. İdarəçilik sahəsində yəni böyük işlər görülmədiyinə görə, yəni biraz uğursuz islahatlar idi. Mən belə düşünürəm. Demək, bir də məsələn, düzdür, indi sən dediyin saray söhbətini, onu da soruşum da. Əbdülməcidin dövründə Osmanlı saray mədəniyyəti necə dəyişdi? Yəni əslində qalsa Əbdülməcidin dövründə yox, Sultan 2-ci Mahmudun dövründə dəyişmişdi. 2-ci Əbdülməcid ilə onun davamı idi. Yəni artıq müəyyən bir modernlik var idi. Yəni əvvəlki şeylər yox idi. Artıq bürokratik sistem yaranmışdı Osmanlı dövlətində. Əslində bürokratik sistem daha əvvəldən yaranmışdı. Artıq yəni yeniləşmə dövründə daha da gücləndi bu bürokratik sistem və mən deyərdim ki, sarayda müəyyən dəyişikliklər oldu, amma yəni ən böyük dəyişikliklər Sultan 2-ci Mahmudun dövrünə aid idi. Yəni Sultan Əbdülməcid ilə dəhşətli dərəcədə şeylər yox idi.
Krım müharibəsi vaxtı Osmanlı ilk dəfə Avropa dövlətlərindən dəstək aldı. Sən də dedin ki, bax borca düşdü onun hesabına. Bu Osmanlının beynəlxalq aləmdəki mövqeyini gücləndirdi, yoxsa daha asılı hala düşdü? Mən düşünürəm ki, müharibədə qalib gəlmək Osmanlı dövlətində o prestij məsələsi var, onu bir qədər qaldırdı. Çünki Ruslarla ən axırıncı qalib gəldiyi döyüş 1739-cu ildə məsələn Belqrad müqaviləsinə başa çatan, yəni müharibə idi. Ondan bəri Rusiyaya qalib gələ bilmirdilər. Hətta məsələn 1774-cü ildə Kiçik Qaynarca, 91-ci ildə Yassı Osmanlı tarixində ən qara leşələrdən biri idi və yəni Rusların üzərində qalib gəlməsi Osmanlı çox böyük prestij yüksəlişinə səbəb oldu, amma yəni həmin dövrdə İngiltərə və Fransanın yardım müqabilində ona verdiyi borclar Osmanlı dövlətini çox çətin vəziyyətə salmışdı. Yəni ona görə də mən belə düşünürəm. Bəs səncə bu Əbdülməcid daha uzun yaşasaydı Osmanlının aqibəti necə dəyişərdi? Yəni heç bir şey olmayacaqdı elə. Elə qalacaqdı. İndi kim qalacaq? Yaxşı, indi keçək Əbdülhəmidə, indi müasir Türkiyədə, yəni. Sultan Əbdüləziz barədə sual yoxdur. Mən istəyirəm Əbdüləziz barədə sual olsun. Yox, Əbdülməcid, sonra da Əbdülhəmid. Amma Əbdüləzizin dövründə olsaydı yaxşı olardı, çünki Əbdüləzizin dövründə çox böyük modernləşmə çabaları göstərilmişdi. Gərək mən səhifəzədən suallar atanda onu qeyd eləyərdim, mən də bilmədim də ona aid şey hazırlamadım. Əbdüləziz barədə sual olsa həqiqətən yaxşı olardı. Eyb yoxdur, gələn dəfə nəsə qismət olar inşallah. İnşallah qismət olar. Demək, Əbdülhəmid müasir Türkiyədə bu dəqiqə, yəni insanların necə deyim, çox rəğbət bəslədiyi biridir. Hətta onun bir film də çəkilibdi. Daha doğrusu serial çəkilibdi. Paytaxt Əbdülhəmid. Amma bunun o bizim Azərbaycan seriallarında görürük ki, bunun reallıqla heç bir əlaqəsi yoxdur. Yəni həmin Əbdülhəmidin də reallıqla heç bir əlaqəsi yoxdur. Yəni fikirləşsən ki, məsələn də bu gün Türkiyə tərəfindən o yayımlanan məsələn Quruluş Osmanlıdır, Diriliş Şərtoğlu. Yox, Quruluş Osmanlıdır, Diriliş Şərtoğludur. Bunlar müəyyən qədər reallığı əks etdirir, amma məsələn o Monqol gələnlər, Monqol öldürürlər, minirlər. Yəni elə bir şey o reallığı əks etdirmir, amma Əbdülhəmidlə bağlı həmin filmdə yəni müəyyən tarixi proseslər var, öz əksini tapır orada, amma yəni 90% şeydən şişirdilmiş bir şey. Hansı ideologiyanı səncə impozə eləməyə çalışırlar yəni, insanlara? Yəni o da demək düzdür. Yaxşı, demək, 2-ci Əbdülhəmid niyə Tənzimat dövrünün bəzi islahatlarını dayandırdı? 2-ci Əbdülhəmidin dövründə məsələn dəhşət dərəcədə borclanma var idi. Çünki həmişə Əbdülhəmid ümumiyyətlə hakimiyyətə normal şəkildə gəlmədi. Demək 1876-cı ildə Sultan Əbdüləzizi devirirlər. Burada demək şey vardı, Mithat Paşagil idi. Yəni yeni Osmanlılar deyirlər biz ona. Onlar Əbdülhəmidi devirdilər və Əbdülhəmid nə idi? Əbdüləzizi devirirlər və ondan sonra hakimiyyətə 5-ci Murad gəlir. 5-ci Muradda ümumiyyətlə 5-ci Muradla bağlı 2 dənə fikir var. Biri deyilir, bir hissə deyir mason idi. Digər bir hissədə deyir ki, onun demək ruhi vəziyyəti yaxşı deyildi. Ona görə də o çox hakimiyyətdə qala bilmir və onun yerinə Mithat Paşagil şey gətirirlər hakimiyyətə. Sultan Əbdülhəmidi hakimiyyətə gətirir və Sultan Əbdülhəmid bir kukla hökmdar olaraq hakimiyyətə gətiriləcəkdi. Onun qarşısına 2 dənə vəzifə qoymuşdu ki, sən demək məclisi açacaqsan və parlamenti qəbul edəcəksən. Və ilk olaraq onu qəbul elədi. Osmanlıda Məclis Məbusan çağırıldı. Yəni Məclis Məbusan əslində biraz problemli idi, çünki həmin dövrdə Osmanlı dövlətində türklərdən çox xaricilər yaşayırdı. Məsələn, ermənilər orada çoxluq təşkil edirdi və Balkan əhalisi orada çoxluq təşkil edirdi. Ona görə də biraz ziddiyyətli parlament idi. Amma yenə də yəni demokratik sistem gətirmişdi və onun da Osmanlının müəyyən səbəbləri var idi ki, yəni beynəlxalq münasibətlər tarixində biz bunu keçmişik. Həmin dövrdə Bolqar üsyanı var, Serbiyada üsyanlar başlayır və Avropanın gözünə yaxşı görünməkdən ötürü parlament asılır ki, yəni biz demokratik dövlətik, bizdə məsələn parlament var. Elə bilirlər ki, müəyyən güzəştlərə gedəcək, amma bunun əksi olur. Yəni başda elə bir ki, kukla kimi gəlir, sonra da özü onu formal bir yəni, şeyə çevirir. Ümumiyyətlə Əbdülhəmidin dövrünü 3 yerə bölürlər. Birinci demək şey dövrü, demokratiya dövrü, ondan sonra istibdad dövrü və ikinci, daha doğrusu birinci məşrutiyyət dövrü, istibdad dövrü və ikinci məşrutiyyət dövrü. Bunlar 1876-78, 78-dən 1908-ə qədər, o 1908-ci ildə yenidən məclisi çağırır, bir də 1908-9-cu il, yəni devrilinə qədər bu dövrə bölünür. Elə istibdad dedim, buradan soruşum. Onun istibdad dövrü nə qədər haqlı idi? Dövlətin bu idarə etməyə ehtiyacı var idi. Əslində qalsa mən də Əbdülhəmidin yerində olsaydım, mən də istibdad rejimi qurardım, amma böyük bir yanlışlıqlara yol vermişdi istibdad dövründə. Düzgün istibdad dövrü deyildi. Yəni qorxurdu ki, əmisi kimi onda, yəni Sultan Əbdüləziz, Sultan Əbdülhəmidin əmisi idi. Onu da devirlər və dəhşət dərəcədə qorxurdu. Və çox böyük senzuradan istifadə edirdi. Məsələn, həmin dövrdə Osmanlı qəzetlərində ihtilal sözü idi, sosializm sözü idi, ümumiyyətlə sosializmlə bağlı bütün terminlər qadağan olunmuşdu. Çünki dəhşət dərəcədə qorxurdu ki, devirlər. Yəni çünki əmisinin devrilməyini görmüşdü Sultan Əbdüləziz. Gözü qorxmuşdu və yəni istibdad dövrü mən deyərdim ki, Osmanlını yıxma sürüşləyən bir şey oldu.
Yəni bilirsiniz də çox sıxdı və birdən-birə yenidən məclis qəbul olundu. Birdən-birə yeni yüksəlişdən sonra artıq o bizə deyim şeylər bir-birini yerini tuta bilmədi. Zəncirlər qırıldı. Ona görə də Osmanlı dövləti çox gedə bilmədi. Və bu da birbaşa Əbdülhəmidin günahı idi. Bir də bu serialda da görürük bunu ki, Sultan II. Əbdülhəmidin güclü bir casus şəbəkəsi var idi. Bu sistem Osmanlını qorurdu, yoxsa idarəçi Ümumiyyətlə Sultan II. Əbdülhəmidin dövründə Ulduz sarayında xəfiyyə sistemi yaradılmışdı ki, bu xəfiyyə sistemi nə edirdi? Məsəl üçün ümumiyyətlə Sultan Əbdülhəmidin dövründə onu devirməyə görə çoxlu dəstələr yaradılmışdı, çoxlu təşkilatlar yaradılmışdı və Sultan Əbdülhəmid də bundan qorxduğuna görə xəfiyyə sistemi yaratmışdı ki, getsin, tapsın və həmin dövrdə Ulduz sarayına gündə minlərlə məktub gəlir ki, bu edir. Yəni bunların da bir 90% yalan məlumat var. Və Sultan Əbdüləziz hər birinə müəyyən qədər pul verirdi. Yəni müavinət verirdi ki, onlar davam etdirsin. Yəni yalan məlumat gətirəndə də buna pul verirdi. Bilirdi ki, məsələn bu yalan məlumat gətirib. Amma pul verirdi ki, zədələnməsin. Və bu Osmanlı dövlətinin ziyanına gətirib çıxartdı və həmin dövrdə məsəl üçün mən haqlı biriyəm, məsəl üçün özüm üçün danışıram. Heç bir Sultan Əbdülhəmidə qarşı bir pis söz demirəm, məsəl üçün. Adamın biri gəlir mənə məsəl üçün tutdurur. Xəfiyyənin biri gəlir mənə tutdurur. Yəni mənə göndərirlər sürgünə və yaxud da mən deyən dövlət üçün faydalı biri idimsə, mən artıq dövlətə xidmət edə bilmirəm və bu Osmanlı dövlətini çökdürür. Yəni Osmanlı dövlətinin o altyapını demək olar ki, məhv elədi Sultan Əbdülhəmid. Hətta mən həmin dövrdə Ənvər Paşa, indi Ənvər bəy idi o vaxtı. Ənvər bəy, Mustafa Şamal bəy, Ali Fuad bəy, yəni bir sıra adamlara o həbs etdirmişdi xəfiyyə sistemi ilə. Yəni yalan məlumatlar yayılır insanlar. Bu da elə hər qabağına çıxan məlumat deyil, inanır. Haqlı məlumatlar da var, doğru məlumat, amma 90% yalan məlumat idi. Səncə bir də bu pan-İslamizm ideyası onun üçün nə qədər effektiv idi? Sultan Əbdülhəmid biraz qəribə şəxsiyyətdir. Yəni o namazını qılan, Quranını oxuyan, orucunu tutan biri idi. Amma eyni zamanda onun nəvəsi var. Nəvəsi xatirəsində yazır ki, babam arada bir konyak içirdi. Nə dərəcədə bu doğrudur, o çox maraqlıdır, amma hər halda nəvəsi isə yəni yalan məlumat verməz. Sultan Əbdülhəmid ümumiyyətlə Osmanlı sultanları xəlifə idilər. Bunlar yəni dünya üzərindəki bütün müsəlmanların lideri olaraq qəbul olunur. Bəli, 1517-ci ildən sonra artıq bunlar xəlifə olar ya da 16 deyil, yadımda deyil. Yəni Mədinə şəhəri və Məkkə şəhərinin tutulmasına artıq iki dənə müqəddəs şəhər onların əlində olduqlarına görə bunlar xəlifə oldular. Yəni onlar dindən çox istifadə edə bilmirdilər amma. Məsəl üçün belə bir maraqlı şey var, yəqin ki, Sultan Mehmed Rəşadla bağlı suallar hazırlamısan. Var da Mehmed Rəşadla 500 Mehmed. Ora gələndə danışaram, indi onu danışmayım. Yəni xəlifəlik düzgün istifadə edə bilmirlər, amma həqiqətən yəni dindar biri idi və Osmanlı dövlətini din əsaslarından idarə edirdi. Yaxşı, sonra görüm nə var. Osmanlı imperiyası onun dövründə ilk dəfə böyük torpaqlarını itirmişdi həqiqətən. Bu itkilər qarşısında o nə siyasət yürütdü? Heç bir şey. Heç nə eləmədi, elə yəni bilirsiniz, 1877-78-ci il müharibəsi Osmanlı tarixində Balkan müharibəsindən sonra, birinci Balkandan sonra ən böyük məğlubiyyətdir mənə görə. Yəni çox adam 1699-cu ildəki o demək müqaviləni qəbul edir. Çox adam deyir ki, yox, 1718-ci il müqaviləsidir. Pajerovatskıda bir də Karlovitsa, məsələn 1999 Karlovitsanın bir qəbul edilməsi. Məsələn deyir ki, o 1718 Pajerovatskıdır. Amma mən düşünürəm ki, Osmanlı dövlətində ikinci ən böyük məğlubiyyət, ikinci ən böyük biabırçılıq 1877-78 90 sərbidir. Yəni təsəvvür edin ki, sizin ordunuz var Balkanda, amma bu düşmənə müqavimət göstərə bilmir. Yəni Balkanlarda 300 minə yaxın ordu var idi. Düzdür, Rus ordusu daha böyük idi. Amma yəni onlara qarşı müqavimət göstərmək olardı. Sadəcə göstərə bilmir. Çünki Əbdülhəmid onda təzə gəlmişdi açıq, yəni düzgün siyasət yeridir. Balkanda bir dənə Osman Paşa dirəndi Plevnedə, o da yəni çox uzun müddət müqavimət göstərmişdi. Başqa olsa bütün oralar dağılmışdı. Qafqaz cəbhəsinə baxsaq bir dənə şey görərik orada. Əhməd Muxtar Paşanı görərik. Adam məsələn 2 il boyunca Qafqazı müdaxilə edib qoymayıb ki, ruslar Anadoluya girsinlər. Məsələn Erzurum müharibəsi var orada. O Nənə Hatun var orada məsələn. Bütün əhalini qaldırır, rusların üstünə hücum edir. Cəmaət ruslar təsəvvürlə tüfənglə sıxırlar. Bunlar ov tüfəngi ilə, yabay ilə sıxırlar. Amma həqiqətən faydası olur. Rusları geri çəkməyə məcbur edirlər və ruslar artıq Anadoluya girə bilmir. Amma məsələn müharibə bir neçə il davam eləsəydi, biz artıq yəni Osmanlı dövlətini bəlkə də görə bilməzdik. Yəni elə bir dəhşətli müharibə idi. Yəni yaxşı ki, tez qurtardı. Və bu da elə Əbdülhəmidin günahı idi belə baxanda. Çünki həmin dövrdə Bolqarıstanda Serbiya üsyanlar baş verir, hətta Serbiyalarla müharibə olur. Yəni Əbdülhəmid gəlib serbilərə qarşı ağır şərtli müqavilə qoyur. Əgər yüngül şərtli müqavilə qoysaydı, bəlkə də bu baş verməzdi. Yəni bu dəqiqə Türkiyədə o Osmanlı Əbdülhəmidçi tarixçilər var deyirlər ki, yox, nə bilim bu hamısı Mithat Paşanın günahıdır ki, parlament qəbul etmədi. Parlament qəbul etmədi.
Müharibə onsuz başlayacaqdı. Balkanlarda vəziyyət qızışmışdı. Bunlar hamısı birbaşa elə Sultan II. Əbdülhəmidin günahıdır. Sonra demək, davam eləsək, Əbdülhəmid dövründə modernləşmə və texnoloji inkişaf bəs hansı sayılır göstərdi? Mən bunu belə danışım. Osmanlı dövlətində son modernləşdirən şəxs, yəni Əbdülhəmiddən əvvəl Sultan Əbdüləziz idi. Ordu donanmaya həddindən artıq çox, yəni böyük qiymət vermişdi və ordu donanma çox güclənmişdi. Amma Sultan Əbdüləziz bir şey unutmuşdu ki, yəni xaricdən ideoloji fikirlər də gəlir və onun devrilməsinə gətirib çıxardı. Ondan sonra şey yarandı, parlament məclisi. Yəni Sultan Əbdüləziz bundan qorxurdu. Sultan Əbdüləzizin dövründə çox da böyük yeniliklər olmayıb. Məsələn, onun dövründə yenilici bir şey mən görə bilmirəm. Və Sultan Əbdülhəmid, yəni Osmanlı dövləti onun dövründə şey oldu, xaricdən asılı vəziyyətə düşdü. 1881-ci ildə Düyun Ümumiyyə var. Burada Düyun Ümumiyyə bilirsən nədir? Yox, bilmirəm. Bəli, dövlət məsələn Osmanlı dövləti vergi yığır. Osmanlı dövləti vergi yığır və Osmanlı dövlətinin borcu var. Düyun Ümumiyyə birbaşa vergiyə müdaxilə edir. Həmin o vergidən müəyyən pul çəkir, götürür özünə. Məsələn deyib, mən verginin 80% mənimdir. Və Osmanlının maliyyəsinə birbaşa azalır. Osmanlı daxili işlərini birbaşa azalır. Bu Sultan Əbdülhəmidin dövrüdür. Osmanlı tarixçiləri bunu qəbul edirlər. Osmanlı deyirəm, yəni Əbdülhəmidçi tarixçilər bunu qəbul edirlər. Yox, elə bir şey yoxdur, Sultan Əbdülhəmid qəhrəman oldu. Amma fakt bu adam yəni dövləti yarım müstəmləkə halına gətirir. Və yəni Osmanlı dövləti onun dövründə çox da yəni böyük reformlar olmayıb, amma bir şey var ki, Alman imperiyası ilə dost əlaqələr yaradıb, Kaiser Wilhelmlə. Məsələn, o şey, yəni bir dənə mən deyərdim ki, o şey daha faydalı olmuşdu. Amma yəni məsələn Sultan Əbdülhəmiddən sonra məsələn Osmanlı dövləti yaşasaydı və bu gün də gəlsəydi, Osmanlı dövlətinin düzəldə biləcəyi maksimum şey azan salan qılınc ola bilərdi. Yəni başqa heç bir şey ola bilməzdi. Yaxşı, onda davam eləyək. Sultan II. Əbdülhəmidin taxtdan endirilməsi nə dərəcədə zəruri idi? Hakimiyyətdə qalsa yenə çox zəruri bir şeydir. Çox zəruri bir şeydir. Çünki istibdad rejimi artıq özünü göstərirdi. Xalq artıq bezmişdi. Hətta Mahmud Şevkət Paşa var. Osmanlı dövlətinin həm sədr-əzam olur, bir müddət sonra hərbi nazir olur. Onun bir çıxışı var. Deyir, Osmanlının İstanbulun ərbabı namusu qan ağlayır, vətən gedir, millət məhv olur. Yəni bu ifadələri işlədir. Hətta Əbdülhəmidə deyir, o köhnə Bizansın ulduz bürcündə iqamət edən bayquş deyir Sultan Əbdülhəmidə. Sultan Əbdülhəmidən bayquş deyirlər. Yəni Osmanlı dövlətində çox böyük nifrət yaranmışdı son dövrdə Əbdülhəmidə qarşı. Yəni siz o şeyə qulaq asın, Mahmud Şevkət Paşanın səsinə qulaq asın. Yəni dəhşətə gələcəksiniz. Adam necə nifrətlə qışqıra danışır Əbdülhəmidə qarşı. Qışqırır, bizimlə bərabər içimizdə İstanbula gedəcək çox qəhrəman var, çox səsi belə xırıltılı, dəhşətli bir şeydir də, yəni. Həmin dövrdə məsələn təsəvvür Osmanlı əsgərsiz, Paşanın bir özü müşür olub, ən yüksək Osmanlı dövrü zirvədə qışqırır, söyləyir. Yəni təbliğatın, necə deyim, o təbliğatın dərəcəsinə baxın ki, el ürəkdən hamısı hücum edirlər və Sultan Əbdülhəmid devrilir orada. Və Sultan Əbdülhəmidin devrilməsi Osmanlı dövlətinin zəruri idi. İstibdad rejimi artıq son dövrünə gəlmişdi. Hamı bezmişdi. Dövlət artıq süquta gedirdi və bunlar müdaxilə elədilər. Yəni mən dedim səbəbi bir şeydir. Əbdülhəmidlə qutardıq. Sən nəsə Əbdülhəmidi sevmirsən, amma sevirsən biraz ev uzun oldu. Yəni həmişə ondan danışmaq hər bir tarixdə hər kəs, yəni sevən də var, sevməyən də var, amma ümumi mənbələrə baxanda biz görürük ki, Əbdülhəmid sevilən biri olmayıb. Yəni Osmanlı donanması, Osmanlı dövləti 3 qitədə var olan bir dövlət olub. Və 3 dənə məsələn böyük hövzat, 4 dənə böyük hövzat çəksəm, Fars körfəzi, Qırmızı dəniz, Aralıq dənizi, Qara dəniz. Bunlar hər biri Osmanlı dövlətinin vacib su bölgələri idi. Və Osmanlı dövlətinə ən vacib olan şey hərbi donanma idi ki, buralara müdaxilə etsin. Sultan Əbdülhəmid 20 il boyunca Osmanlı donanmasını Haliç limanında çürütdü. Osmanlı donanması deyə bir şey qalmadı. Halbuki Sultan Əbdüləzizin dövründə donanma yenidən qurulmuşdu. Təsəvvür edin, Sultan Əbdülhəmidin dövrü o qədər zəif dövrdür ki, Yunanistan Osmanlı dövlətinin 50də bir boyda bir dövlətdir. Yunanistanla 1897-ci ildə müharibə var. Müharibəni gücdən qazanıblar. Və adını qoyublar Böyük Yunan hərbi. Sanki sən Rus imperiyası ilə, İngiltərə, Britaniya imperiyası ilə müharibə aparsan, Böyük Yunan hərbi nədir? Sənin 50də birin, belə də çox üzr istəyirəm, qıçın boyda olan bir dövlətdir bu sənin. Qıçın boyda deyil, barmağın boyda olan bir dövlətdir. Sən də müharibədə gücdən qalib gəlsən, versən Böyük Yunan hərbi. Siz dövrün kiçikliyinə baxın da siz. Yəni həqiqətən də Sultan Əbdülhəmid yaxşı bir hökmdar deyildi. Yaxşı siyasətçi idi, amma bunu istifadə edə bilmədi. İstifadə edə amma gec oldu. Bildim. İndi keçək bayaq haqqında danışmaq istəyirdim Məhəmməd Rəşada. 5-ci Məhəmməd real hakimiyyət sahibi idi, yoxsa iqtidar tərəqqinin bir fiquru idi? Sultan 5-ci Məhəmməd Rəşad ümumiyyətlə mən deyirəm ki, kukla hökmdarı idi.
amma xalqın arasında çox sevilirdi. Tez-tez xalqla görüşə çıxırdı. Yəni ölkənin hər yerini demolaşdı ziyarət edirdi, amma məsələn bunun faktiki hakimiyyəti yox idi. Gücü yox idi hakimiyyət. Hakimiyyət əslində qalsa ilk olaraq İttihatçıların əlində olmayıb. İttihatçılar sadəcə çevriliş ediblər. Sultan Əbdülhəmid 1907 və həmin dövrdə Mahmud Şevket Paşa gəldi. Məsələn hərbi nazir olur, sonradan sədr əzəm olur və müəyyən hökumətlər yarandı. İttihat və Tərəqqi həmin dəqiqə hakimiyyətə gəlmədi. İttihat və Tərəqqi 1913-cü ildən sonra hakimiyyətə gəldi. 13-cü il idi, bəli. Yəni Mehmet Rəşad həqiqətən də idarə etmə bacarığı bəlkə də var idi, amma ona imkan vermirdilər. Amma həqiqətən də xalq arasında sevilirdi və xalq onu görəndə sevinirdi. Yəni mənbələrdə deyilir ki, çox ürəyi yumşaq, çox yəni ədalətli, haqq ədaləti sevən biri idi, sevən bir şəxsiyyət idi, amma yenə də deyirəm, yəni hakimiyyətdə onun rolu yox idi. İttihat Tərəqqi qabağını kəsmişdi də elə bu. İttihat Tərəqqi sonradan qabağı. Əslində qalsa, yəni İttihat Tərəqqidən əvvəl onun qabağı kəsilmişdi. Yəni Sultan Əbdülhəmid mən dediyim, yəni kukla olaraq hakimiyyətə gətirilmişdi parlament. Yəni bu da elə həmin cür idi. Amma belə Sultan Əbdülhəmiddən bunun çox fərqi var. Sultan Əbdülhəmidin məsəl üçün məclisi müddətsiz şəkildə tətilə göndərmə hüququ vardı. Yəni bağlamaq hüququ var idi, amma bunun o hüququ yox idi. Sultan Əbdülhəmidin məclisin qərarlarına veto, yəni qadağa qoymaq hüquqları var idi, amma bunun yox idi. Yəni bu yəni təmiz kukla idi. Yəni Sultan Əbdülhəmidin müəyyən bir şey var. Qoymuşlar orada dururdu da prosta. Orada qoydu, amma həqiqətən xalq tərəfindən sevilən biri idi. Xalq tərəfindən çox sevilirdi. Qabağa kəsilməsə onda bəlkə də nəsə eləyə bilərdi. Yox, inanmıram nəsə eləyə bilərdi, çünki ömrünün çoxusunu yəni praktika yığmayıb da, bunun təcrübəsi yox idi. Ona görə yəni Onun görücündən deyirdim də təcrübə önəmlidir əsas. Əlbəttə təcrübə önəmlidir. Onun dövründə